Başladıq ikinci testin izahına. Interrogative sentence sual cümlələrdir. Sual cümlələrində diqqət edirik. Əvvəla söz sırasına baxırıq. Demişik sual cümlələrində söz sırası, baxın, birinci sual sözü gələcək, sonra köməkçi gələcək. Yadda saxlayıram ki, qətiyyən heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. Baxın, the performance mübtədadır, birbaşa mübtəda gəlməz. Didlə sual vermişəmsə, began yox, begin olmalı idi. Yəni, başlanğıca qayıtmalı idi. C və D variantı qalır və diqqət edirəm, deyirəm ki, sual sözlərindən sonra köməkçi mübtəda xəbər gəlir, amma bəzi sual sözləri var ki, onlardan sonra həm köməkçi mübtəda xəbər gələ bilər, həm də birbaşa xəbər gələ bilər. Bu da hansıdır? Who, what, which of bunlardır. Ancaq when bunların içində yoxdur, yəni birbaşa xəbər gələ bilməz. Olur cavabım C variantı. 2-də modaldır və batla bağlanıbdır. Batdan sonra baxıram ki, təsdiqdir. Deməli, batdan əvvəl inkar olmalı idi. İnkar variantları saxlayıram. B qaldı, E qaldı və baxıram ki, burada did özü köməkçini veribdir. Could-un köməkçisi elə özüdür, ancaq didn't have to-nun köməkçisi diddir. Köməkçi nədirsə, ona uyğun modal verməliyəm. 3-də who həmişə D artiklı ilə işlənəcəkdir. İkinci tərəfdə Sahara Desert, yenə səhradır. Səhralar həmişə D artiklı ilə işlənir, olur B variantı. Sonra gəldik 4-də. Not only but also görürəm. Not only but also ortadakı ismə baxacağım. The film cansızdır, təkdədir, itself olacaqdır. İkinci tərəfdə music isim gəlibdir, isimli yiyəlik lazımdır, B variantı. Itsin ingilis dilində başqa bir funksiyası yoxdur, yəni nə ilənsə qarışdıracaq bir funksiyası yoxdur. It's bitişik yazılan özündən sonra isim istəyir. Bəli, ortada sifət gəlib həmin ismi təyin edə bilər, yəni əsas odur ki, it's-dən sonra isim gəlsin. 5-ə gəldik, bəziləriniz deyirsiniz, mən bunu başa düşmürəm, çətin işləyirəm. Well nədir? Zərfdir, zərf. Və nöqtələr bu zərfdən sonradır. Biz deyirik ki, enoughdan əvvəl sifət zərf gələr. Yaxşı, digərlərini baxaq görək, niyə olmaz? Maç müqayisə dərəcəsidir. Maçdan sonra ya da more ya da kökdən dəyişmiş müqayisə lazımdır. More, well olmaz. Well kökdən dəyişib beta olur. More ehtiyacı yoxdur. Quite özündən sonra alır sifət zərfi. A lot isə hərəkətin çoxluğunu bildirir. Bu da səhvdir, qalır A variantı. Enough üstə gəl isim. Sifət zərf enoughdan əvvəl gələcəkdir. Gəldik 6-ya. Core əsas vacib özək olacaq A. Basic. Literacy savad. The ability to read and write. Oxumaq, yazmaq bacarığı. Value dəyər. Buna da qaldı bu variant. Olurca. Kəmiyyət gəlibdir. Books cəmdədir. Cəm ismə maç verə bilmərəm. Elot üstə gəl isim olmaz. Yenə deyirik, elot hərəkətin çoxluğunu bildirir, ismin çoxluğunu bildirmir. Ona görə də özündən sonra isim gəlməyəcək. 2 qalır, 3 qalır C variantı. Baxırıq cümlədə inkar var, elində sual inkar cümlədə işləm. Sonra gəldik yenə qəşəng zaman cümləsinə. Burada gördüm and. And görmüşəmsə, hər iki tərəf eyni zaman olmalıdır. A variantı indiki bitmiş, keçmiş zaman getdi. C variantı keçmiş, indiki bitmiş, gələcək, indiki bitmiş. Qaldım bu ilə eynin arasında. Deməli, deyə bilərsiniz, ay müəllim, bu E variantında da hər ikisi indiki zamanda da niyə görə eyni götürmürük? Bu təmizliyim buranı. Deməli, biz qalmışdıq B ilə eynin arasında. Baxın, ikinci tərəfdən match gəlibdir, təkdədir. İndiki zamanda axırında S olmalı idi. Qalır cavabım B variantı. Yaxşı, ay müəllim, mən buraları düşünə bilmirəm deyirsənsə, and-lə bağlanıbdır. Biz demişik ki, and ardıcıl hərəkətləri sadə keçmiş zamanda past simple-da olan ardıcıl hərəkətləri bağlayır. Bu da olacaq da B variantı. Gəldik 9-a, yenə passiv məsələsidir. Mübtədalarım eyni olmayacaqdır. Aha, put məsələsi. Put, cost, cut, shot. Bu feillər indiki zamanı, keçmiş zamanı kökdən dəyişməklə düzələndir və indiki zamanı, keçmiş zamanı eyni formada qalır. Yəni, put həm indiki zaman formasıdır, həm keçmiş zaman formasıdır. Ay müəllim, bəs mən bunun indiki yoxsa keçmişdə olduğunu hardan biləcəm? Mübtədasına baxaraq biləcəksən. She, he, she, it. Üçüncü şəxsin təki indiki zamanda feilin sonunda S alardı. Almayıb. Deməli, bu keçmiş zamandadır.
Deməli, mənə keçmiş zaman məchulu was were lazımdır. B-də was were yoxdur. C-də were-dən sonra been verib. D-də was were yoxdur. E-də was were yoxdur. Qalır cavabım A variantı. 10-da nöqtələrdən əvvəl kod palto gəlibdir. Cansız isimdir. Cansızlara which verərəm, zət verərəm. E variantı. Who-ya verə bilməyim üçün bu hissədə məkan bildirən söz gəlməli idi. Who verə bilməyim üçün bu hissədə canlı isim gəlməli idi. Gəldik 11-ə. Compound noun. Compound noun mürəkkəb isimlər. 11-ci testdə compound noun mürəkkəb isimlər istəyir. Deməli, compound A variantında tradition çıxacaqdır, C variantında application, D variantında society, E variantında project. Qalır cavabımız B variantı. 12-yə baxırıq. 12-də doesn't deyibdir, inkarlıq bildirir. İnkar cümlənin sonunda either gələcəkdir. Tək-tək təhlil eləyək. A variantında a lot of-dan sonra isim gəlməli idi. B variantında no inkarlıq var. Bir cümlədə iki inkar olmaz. C variantı neither inkarlıq bildirir. Bir cümlədə iki inkar olmaz. D variantı iki qat səhvdir. Çünki also cümlə sonunda gəlməz, həm də inkar cümlədə gəlməz. 13-ə baxırıq. Same meaning. Same bilirsiniz ki, eyni məna deməkdir. Eyni. The same eyni deməkdir. Eyni məna. Deməli, same meaning eyni məna deməkdir. Biri götürəcəyik. Ban, prohibit, ikisi də qadağan etmək deməkdir. Bir də 4-ü götürəcəyik. Hər ikisi 4 deyib 2 yazıram. Hər ikisi deməli baş vermək deməkdir. Take place, happen, occur. Bunlar baş vermək deməkdir. İndi baxaq 2-də exist mövcud olmaq, disappear yoxa çıxmaqdır. 3-də involve cəlb etmək, forget unutmaq, eyni məna deyirlər. 5-də decline azalmaq, inherit miras almaq, 1-4 doğru cavabdır.